Dekabr ayında Arabank koşu götüreninde tədbirkarlarla uçuruşumuz başçımız növbətdə uçuruşumuzu bank mahsulatlarla kızmışlarınız olsa sorasınızlar muhtemelen şu göstərədi. Bizə əsas şu tədbirkarlarla uçuruşumuzdan əsas sebep maksadımızdan tədbirkarlıq fəaliyyətini yenidə yola qoyuş, bu fəaliyyətini yeni iş ormanları yaratışmaları. Sizlere bize bank mahsulatlarımızı, hizmetlerimizden, o kızık sağlarınız olsa versenizler, iyi kredite kızışlarınız olsa açsanızlar, yazıp alıp, bakması icabı karet şehre gitmemiz. Şu anda Dədəxan'a sana söz veremiz, hem de mahsulatlarımızı kreditlersiniz. Soğularınız olsa veririz. Anlatsam ki, az özlərimizdə mövcud bank mahsulatlarımız haqqında məlumat verəməm. Özünüzü qızıqdıran ya ihtiyacınız var olsa, açsanız da icabı hərəkətə hərəkət edəmiz. Hazırda bizə də mövcud məhəllə boyunca imtiyazlı kreditlərimiz mövcud. Bank öz məbləğ resursundan acatıladı. Cismani şəxslərə və yuridik şəxslərə acatılan kreditlərimiz mövcud. Bu adam cismani şəxslərə acatılan kreditlərin başlayımız. Birinci mahsulatımız məhəllə layihəsi mikrokarzı. Bu bank mahsulatımız maksimal qiyməti 50 manatça. 5 yıl müddəti, 60 ay müddətə 2 yıl imtiyazlı dövr bilən acatıladı. Kredit faizi erkek kişi olsa 25%, qadın qız olsa 23%-dan acatıladı. 2% kəməydirilən qadın qızlar üçün günlük imtiyaz yaratılan. Bu əsasən özünüzü bəyan etken cismani şəxslər acatıladı. Qaysı fəaliyyət yönəlişində iş əməl açacaq olsa, şu fəaliyyət boyunca özünüzü bəyan edin. Məsələn, pərəndəçilik, fikirçilik, istixana oluşu mümkün. Şu yönəlişlərdə özünüzü bəyan etsə, şu nəsə boyunca kredit acatıb verilədi. Təminatına gələn olsaq, təminatı üçüncü şəxs kəfilliyi bağladı. Yəni, bu cihətdə işləyən, rəsmi dəraməti ega olan adam təminat, kəfillik arkalı acatıladı. Keyingisi bizneske kömək mikrokarzımız. Bu maksimal qiyməti 17 milyon geçer. Bu 48 ay müddətə 6 ay imtiyazlı dövr bilən Cəmiyyət məhəllə mikrokarzımız deyin. Erkek kişilərə 25%-dan, əgər xatın qız olsa 23%-dan acatıladı. Buna təminatı üçüncü şəxs kəfilliyi ya ki sığorta, kredit etməsilik sığorta polisindən faydalanışı mümkün. Eğer kefil tapılmasa, şuna sığorta etib çıxarışınız mümkün. Bunların acatılışı kartalı uçunun namı plastik olsa plastikən daşap qaladı, olmasa yenidən açılıb plastik kartanı daşap qaladı və şu yönəlişi boyunca şu mahsulatlarını satıp alışa kartasından işletip satıp alışı mümkün. İndi yuridik şəxslər üçün PK 312 sağlık kararımız mövcud. Bu əsasi nəsi? Əsasən tədbirkarlıqda rivajlandırış və yeni iş yolları yaratışa möcələnən bağlı. Bunun şərtləri bir yıl müddət tədbirkarlıq subjekti bir yıl müddət içində abort etken boş gerek. Yani bir yıl mabaynida fəaliyyət yürütüb kelayotgan firma karxana bo'lishi kerak. Eğer bir yıl davomida abort etmagan, lekin şu 312 soliq qarorimiz bo'yicha kredit olib o'z tadbirkorligini rivojlantirishga istagi bu odamlar bo'lsa, avval hozir ham mavjud 14% imtiyozli kreditlarimiz mavjud oila tadbirkorlik dasturlari doirasida. Shundan kredit olib ijobiy yakunlagan yapgan bo'lsa, yangidan tashkil etsa versak oladi. 312 soliq qarori bo'yicha. Mana foiz stavkasi erkek kişiler için 20%dan, xatın qızlar için 2% kamaytirilgan 18%dan beriladi. Erkeklere 20, xatın qızlara 18%dan beriladi. Bunun nəslindən gəlib çıxan halda, fəaliyyət türündən gəlib çıxan halda 7 yıl müddətcə 3 yıl imtiyazlı dövrlə verişiniz mümkün. İstisna halatlarımız var. Pərəndəçilikli göç yönəlişi, çarvaçılıqlı göç yönəlişi, eləmə nümunələrini doldurış üçün
müddəti səhv kəmraq olacaq. 3 yıl müddət və 18 ay müddətə verişimiz mümkün. Bu ajratılış tərtibi təminatçı karxanalar ötkəzib verilir. Başqa mikrokazlarımız deyil, plastik netaşat vermeli. Hazır gündə yaşlarını tədbirkarlıqın rivajlandırış və keyin yolla açıq veriş maqsadında Prezidentimiz 14 fevral 2005 yıldağı PK 60. Sağlık kararı tasdiqlanğan. Bunun şərti 18 yaşa dolğan, 30 yaşdan aşmayan yaşlar üçün kredit ajratılış nəsində tədbirkarlığını rivajlandırıb özünə oxşayan yaşlarını işlə bənd ediş əsası məqsad qılınır. Bu kreditimizin müddəti 6 yıl müddətə 1 yıl imtiyazlı dövr edilən ajratlardır. 100 milyondan 2,5 milyar so'mgacha ajratiladi. Faiz stavkasi 18%li stavkada ajratiladi. Bu ham navot sotib olacak bo'lsangiz, shu korxona bilan oldi-sotish shartnoma orqali pul o'tkazish yo'li bilan ajratiladi. Bu yoshlar tadbirkorligi nasi bo'yicha PK 60 sonli qarorimiz bo'yicha resurs yoshlar tadbirkorligini rivojlantirish davlat maslahatli jamg'armalarining resursidan ajratiladi. PK 312 sonli qarorimiz ham tadbirkorlik rivojlantirish kompaniyasining resursidan ajratiladi. Hozirda mavjud bank konsultantimiz shu. Agar isteklaringiz olishga ehtiyojlariniz bo'lsa, yozib olamiz va ijobiy harakat qilamiz. Neyse olsa yazıp nasip etsanız da yazmamız. Yaşlar boyunca yapalım. Rabbim var. Zernik yarman, çarvatılık maksatında 50 milyon kredi alış için müracaat etmekçiyim. Mahal vakası mikrokazımız boyunca yönetmekten ücretlerinizi verseniz böyle yani çıkıp icabı yapacağız. Ben Ravshanbekdan Erdekberme qo'zg'alib shu suvni tejash texnikalar qurilishi bo'yicha kredit so'rashdilar. Firma xo'jalik bo'yicha. To'g'ri bo'yicha imtiyozli Yani gece olsun oldu. Meşe konusu, çarmıhçılık boyunca 50 milyon. kredit alacağız. İsteğiniz var. Sizden şunu makallar mikrokazımız boyunca planınızı teklif edin. Ondan başka ne boyunca icabı edeceğiz. Tamam ya. Başka ne yapalım? Yok mu? Özelinizde ya bir yakın, yani kardeşlerinizde yer isteği olsa, mesleğinizde, kulak olsa, hacatına her şeye gitmemiz.